Deməli, Avropadan salamlar dostlar. Hal-hazırda 11 iyun 2025-ci ildir. Mən oturmuşam Almaniyada, arxamda gördüyünüz kimi polis arabaları. Düz oturmuşam polis idarəsinin qabağında. Polislərin velosipedləridir, bu polis maşınıdır. Bu da polis idarəsidir, görsənir polis. Dostlar, Avropada polisin heç kimdən işi yoxdur. O vaxta qədər ki, siz bir şuluqluq eləməyəsiniz, siz hansısa mağazindən oğurluq etməyəsiniz və başqa evə girməyəsiniz, maşını cızmayasınız, yerə zibil atmayasınız. O vaxta qədər polisin sizlə işi yoxdur. Almaniya gözəldir, yaşamalı ölkədir, amma qaçqın kimi gəlmək artıq mümkün deyil. Oxumaq yolu ilə gəlin. Dostlar, bir də bir mövzuya toxunmaq istəyirəm. Almaniyada bəzi Ukraynadan gəlmiş Azərbaycanlılar hamı şirinlikləşdirir ki, durun gəlin. Onlara başqa status verilib burada. Onlarla Azərbaycandan gələn Azərbaycanlıların arasında fərq var. Onların da maksimum bu Azərbaycanlıların Ukraynadan gələn, ümumiyyətlə Ukraynalıların 2027-ci ilə qədər maksimum burada vaxtı var. Zelenski dedi ki, Ukraynanı təzədən qaldırmağa, təmizləməyə, tikməyə işçi əllər lazımdır. Bütün Avropadakı Ukraynalıları 2027-əcən deport edib göndərəcəklər dala. Bu %100'dir. İşçilər qalacaq, hansısa şərtlərlə qalacaqlar. Onların da üstündən qaçqın statusu götürülən kimi burada yaşamaq çətinləşir. Ev kiraya tutmaq lazımdır və s. Ona görə dostlar, Almaniyaya gəlmək olar tələbə yolu ilə, ailə birləşməsi ilə, belə gəlin. Amma başqa ölkələrə gedin. İsveçrəyə, İtaliyada hal-hazırda proqramlar var. Sizə ev verirlər, sizə 20.000 avro pul verirlər. Bir kəndlə 10 il yaşayacaqsınız həmin kənddə, şəhərdə, həmin ölkədə. Dostlar, Avropa dağılmır, yalan söhbətdir. Amma Avropalılarda artım yoxdur. Bu məsələ artıq qırmızı alarm verib bütün Avropa ölkələri. Avropalılarda artım yoxdur, uşaq olmur. Ona görə bunların bir problemi var. Gənc cavan ailələri belə 20.000, 30.000 avro pul verməklə hansısa ölkələrdə çağırıb yaşatsınlar. Mercedes-ə baxın, bunu burada pay verirlər. Belə dostlar. Yəni Almaniya gözəldir, burada polisin heç bir işi yoxdur. İnsanlar gəlib ilişmirlər, gəl cibləri yoxlayım, elə bir şey yoxdur. O vaxtacan ki siz qayda pozmayasınız.